50 ildir sazı qoynundan yerə qoymayan, söz sənətinin aşıqı, Aşıq Ulduz Sönməz. Aşığın yolunu bağlamaq məqsədi ilə onun mizrabını uğurlayan şəxs kimdir? Əməkdar artist, səhnəmizin leylisi Gülüstan Əliyevanın səsinə qəsd etmək istədilər. Bu hadisədən şok yaşayan sənətçi ilk dəfə danışacaq. Qardaşını vaxtsız itirən Aşıq Zülfiyənin gecikmiş etirafları hər kəsi kövrəldəcək. Birazdan Gülüstan Əliyevanın kədərli həyat hekayəsi hər kəsi göz yaşlarına boğacaq. Əməkdar artist, səhnəmizin leylisi Gülüstan Əliyevanın səsinə qəsd etmək istədilər. Bu hadisədən şok yaşayan sənətçi ilk dəfə danışacaq. Şirlərlə eyni qəfəsdə olmaqdan çəkinməyən Aşıq Ulduz güc aldığı qeyri-adi qüvvənin adını açıqlayacaq. Birazdan. 29 il öncə Moskva şəhərində Aşıq Ulduz Sönməz düşdüyü vəziyyətdən hansı yolla qurtuldu? Qardaşını vaxtsız itirən Aşıq Zülfiyənin gecikmiş etirafları hər kəsi kövrəldəcək. O bugünədək barışa bilmədiyi məqamları Show ATV-nin efirində dilə gətirəcək. Gədəbəy rayonunun Kərimli kəndində dünyaya göz açan Ulduz Quliyeva ailənin son beşiyi olur. 12 nəfərlik ailədə böyüyüb. Boya başa çatan yeniyetmə Ulduz özünü tanıyandan evdə aşıq havaları eşidir. Atası Aşıq Əskərin böyük məhəbbətlə sinəsinə sıxıb çaldığı alətə heyrətlə baxar. Sazdan süzülən səsin sehrinə düşərdi. Atasının qızını aşıladığı aşıq sənətinin gözəlliyi zaman keçdikcə onun həyatının ən vacib və dəyərli məqamına çevrilir. Balaca qız özünün də xəbəri olmadan sazın aşiqinə çevrildiyini hiss edir. O tez-tez dağların qoynuna çıxar, uca səslə oxuyardı. Orta məktəbi doğma kənddə bitirəndən sonra Aşıq Ulduz Bakıya gələrək Asəf Zeynallı adına musiqi məktəbinin muğam sinfinə daxil olur. Sumqayıt şəhərində fəaliyyət göstərən Mədəniyyət evində çıxışlar edir. O 1971-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında, 8 il ərzində isə Lalə Qızlar Ansamblında solist kimi fəaliyyət göstərir. O illərdə Ulduz Quliyeva Rübabə Muradova ilə birgə unudulmaz çıxışlar edir. Aşıq Sədi Ağstafalıdan saz çalmağı öyrənən Ulduz xanımın 1984-cü ildə yaratdığı Sazçı Qızlar Ansamblı böyük rəğbətlə qarşılanır. Aşıq Pəri Məclisinin yaradıcılarından və fəal üzvlərindən olan Ulduz Quliyeva Respublikada ilk dəfə Sumqayıt Musiqi Kollecində aşıq sənətini tədris edir. O, 2000-ci ildə Ulduz Ədəbi Birliyini və Qopuz jurnalını yaradır. Aşıqlıq sənəti ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan Ulduz xanım həm də şeirlər kitabının müəllifidir. O, 2008-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi adına layiq görülür. Saz aləmində özünə məxsus ifaçılıq biçimi ilə seçilən, Koroğlu nəfəsli zəngulələri ilə ucalıqları fəth edən Aşıq Ulduz Sönməz 50 ildir sazla qolboyun olaraq söz sənətini yaşadır. Qızı Sədaqətdə onun yolunu davam etdirir. Yaradıcı insan həyatında baş verən ağracı çox zaman onun sənət taleyinə təsir edir. Əzablardan əsərlər doğulur, yeni layihələr ortaya çıxır. Bu hal Aşıq Zülfiyənin də yaradıcılığından yan keçmir. O, 27 yaşlı gənc qardaşını vaxtsız itirir. İsmail adlı qardaşı qızının üzünü görmədən bu dünyadan köçür. Onun ölümündən sonra övladı doğulur. 2 yaşlı oğlu və yeni doğulan körpə atasızlığa düçar olur. Bu gözlənilməz itkidən sarsılan sənətçi qardaş deyib qəlbini bürüyən iniltini elə ifadə edir ki, bütün yaralı qəlblərə məlhəm olur. O yana-yana oxuyur. Könlünü didib parçalayan qardaş dərdi ilə qəlbi od tutub alışan Zülfiyə ürəyini bu yolla boşaldır. Qardaşının yoxluğu ilə barışa bilməyən bacı öz ifası ilə zalım taleyin amansız fərmanına üsyan edir. Elə oxuyur ki, sanki ayrılıqdan qisas alır. Aşıq Zülfiyənin indi ən böyük təsəllisi qardaşının yenicə doğulan nəvəsidir. Vüsalənin dünyaya gəlişi aşığın həyatının batmış günəşini yenidən nurlandırır. Yar yar deyirlər, heç məni demirsən, ay sana bülbüllər. O
O da hamı kimi ailə qurub xoşbəxt olmaq istədi. Qəlbində boy atan arzularının əlindən yapışıb sevib seçdiyi insanla taleyini birləşdirdi. İstədi ki, onun da bir isti yuvası olsun. Keşməkeşli həyat yollarında ömür gün yoldaşının qolundan tutub bərabər addımlasın. Fəqət nə yazıq ki, onun bütün arzuları puç olub gedir. Həyat yoldaşı təkcə bir ər demək deyil, övladın atası demək deyil. Həyat yoldaşı çox şey deməkdir. 24 yaşındaykən həyat yoldaşı şəhid olur. Gülüstan 2 aylıq körpəsi ilə acılar içində qovrulur. Zahidi partlayıb maşın atıb bir 50 metr, bir üzümlü idi oralar. Yana qaçıb, maşın da dolu hərbi bu şeylər, sursat, silah, qumbara. Bunlar partladıqca o fikirləşib ki, yəqin ki, ermənilər atır. Ona görə də qaçıb ki, təki əsir düşmürlər. O, son nəfəsində həyat yoldaşının yanında ola bilmədiyinə görə fəryad çəkir. Yox, keçmir ki, dərd üstünə dərd gəlir. Qardaşı da müharibədə şəhid olur. Saat elə ondan sonra o da yəni çox, necə deyim, özünə yer tapa bilmirdi. Minib avtobusa getmişdi. Ermənilərlə çox yaxın məsafədə, Qırmızı kənddə, Seysulanda çox yaxın məsafədə bir döyüş olmuşdu. Onu vurmuşlar qarantamyotla. Yaşadığı faciəni o göz yaşları içində danışıb hisslərinə hakim ola bilmir. Tənha qadın həyatı yaşamağa məhkum olan Gülüstan uzun tərəddüdlərdən sonra səhnəyə qayıdır. Yeganə oğlunu tək başına böyüdüb boya başa çatdırır. Tez-tez güzarını el şənliklərinə, aşıq məclislərinə salan Aşıq Zülfiyənin yolu artıq qoşmamı deyəcək, gəraylımı, müxəmməsmi oxuyacaq, qıfılbəndmi, ona birlikdə qərar verərik. Bəlkə aşığın könlündən cığalı təcnis keçir. Əsas onu bilirik ki, nə oxusa, nə desə ürəkdən olacaq. Ürəyindəki mətləblərdən xəbər tutmağa da hazırıq. Açılacaq sirri varsa, onu da saxlayarıq. Bu səda başqa səda olacaq. Birazdan xalqın sevimlisi Zülfiyə İbadova 7 tamamın sir otağından Manaf Ağayeva qarşı çıxış edəcək. Uzun illərdir bu sirri özündə saxlayan sənətkarın açıqlamaları birazdan 7 tamamda.